Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. Yəni futbol sevərlər, Premier Liqanın yaz mövsümü yarım finalın digər qarşılaşması. Məhz Bakı və Sumqayıt komandalarını biz üzə görürük. Yarım finalın ilk oyunu Galaxy ilə Lənkəran arasında baş tutdu. Komandalar üstünlüyü bərabərlə kifayətləndilər. İlk oyunda sülh bağladılar. Onların taleyi cavab oyuna qaldı. Görək bu görüşdə Bakı Sumqayıt oyununda hansı tərəf üstün ola biləcəkmi? Cavab oyuna hansı tərəf üstün kimi yollanacaqmı? Meydana sol tərəfdə biz Bakını, sağ tərəfdə isə Sumqayıtı görürük. Nəzər satırım ki, bu komandalar artıq cari mövsümdə bir dəfə üzləşiblər. Qrup mərhələsində Sumqayıt 6-4 hesabı ilə qələbə qazanıb Bakı önündə. Bu görüşdə də qələbə onlardan yanılacaqmı, yoxsa qisas alınacaqmı? Elçin Zeynalov. Qarşısında Murad var idi. Lakin elə ki, qapısı yoxluğu var sanki. Texniki zonada qolkiperi görmürəm. Salisev qapıcı oyuncu kimi mübarizə aparır. İlkin Vəlizadə bir qədər ayaq saxladı. İmam Nağıyev. Elcanla oynaya bilər. Elcan Sarıyev təcrübəli qapıcı. Sarıyev. İmam Əliyev. Dəqiqələr olduğu üçün bir qədər sakit məcrada görüş izləyirik. Kəşfiyyat xarakterli, risksiz, təmkinli oyunu şahidik. Vəlizadə. Fikir etirmək Elcan Sarıyev. Valeyküm əssalam, xoş gördük. İmam Nağıyev. Talib Babayev. Təzyiq vardı İmam Əlidən. Vüsal Sayev uzaqlaşdırdı. Yeni gələnlər hər birinizi xoş gördük. Bir daha qeyd edirəm, Premier Liqanın yaz mövsümü yarım final oyunu. Az ki növbəti həftədə cavab oyunu başlayacaq. Bu görüşdə biz Bakı və Sumqayıt komandalarını üzə görürük. Hesab hələ ki 0-0'da, hələ ki tilsim qırılmayıb. Elcan Sarıyev. Dəftə birdə burada o qol ayaqda qalmışdı. Baxın bu qola imza atmışdı. Sumqayıtın əmrəsizliyi, Sumqayıt təmsilçisi endirilən zərbə. Nihat Ağayevin ifasında izlədiyi zərbə keçmədi. Elcan Sarıyev. Nihat Ağayev. Elçin Zeynalov rəqibini təqib edir Nihat. Geriyə qayıdır. Bakı bir qədər qapanıb. Rəqibin əmlə qurmasına imkan verir. Elcan Sarıyev. Sarıyevin ötürməsi. Onda indirilən zərbə ilkin Vəlizadədən keçmədi. Elcan Sarıyev zərbə indirə bilər. Sarıyev. Premier Liqanın yaz mövsümüdür. Yarın final oyunudur. Rəvan. Bakının yeni transferdi Talib Babayev və Rəvan Kərimov. Hər ikisi bu gün Bakı heyətində debüt edirlər. Vüsal İsayev. Həmçinin o da debüt edir. Sərbin ötürməsi. Elcan Sarıyev. Rəvan təzyiq vardı İmam Nağıyev. Elçində qaldı. Elçin Zeynalov. İndirilən zərbə. Burada bir toxunuş var idi sanki. Kamil Mahmudovun zərbəsində Elcan Sarıyev toxunuş etməyi bacarır.
Korner izləyib. Rakibinin ilk üçdən zərbə. Rəvan Kərimov, Elsin variantda Zeynalovla oynadı. Elsin Zeynalov. Burada oradan özünü sipəridir. Gövdəsi ilə zərbənin qarşısını kəsir. Düşünəm ki, bir gol oyunun seyrini dəyişə bilər. Tilsim qırıldıqdan sonra, qapının kilidi açıldıqdan sonra Tebli Məhsullar oyunu izləyə bilərik. Vüsal ötürməsi Hamudov hərəkətlənir, amma topa çatmaq qeyri-mümkündür. At yerə yetirməlidir. Elcan Sarıyev Nihatlı oynadı. Ağayev Elcan Sarıyev təkdə olunuşlu ötürməklə müdafiədən çıxarmağa bacardılar. Murad Hüseynov Murad bir qədər ayaq saxladı. Görən edəcək. Nihatlı oynadı. Nihat Ağayev Elcan Sarıyev zərbə endirə bilər. Sarıyev yerlə zərbə keçmədi. Korner izləyək. İlkin Vəlizadə Nihat Ağayev artıq dəhlizdən Bakının əsas qol kiperini meydana daxil olan görürük. Fəruq Əliyevdir bu. Fayt qədər o da təcrübəli qapçıdır. Kiper hazırlıq edir texniki zonada, ehtiyatlar sistemiyasındadır. Bir neçə dəqiqə sonra mən düşünürəm ki, artıq onu qapıda görəcəyik biz. Bəlkə də Bakının bu təmkinli oyunu Fəruqun meydana daxil olmasından sonra bir qədər dəyişəcək. Amma Sumqayıt hələ ki buna istifadə edə bilməyib. Bəlkə də bu işlətdiyim ifadə Sumqayıt oyuncuları oyuna baxdıqları əsnada onlar üçün məqbul olmayacaq. Bəlkə də mənimlə razılaşmayacaqlar, amma belə fürsətlərdən istifadə etmək lazımdır. Və vurğumu da ona tamamlayım ki, Sumqayıtda kifayət qədər uzaq məsafədən qol vurma bacarıqlı oyuncusu var. Murad Hüseynov. Murad ötürmək keçmədi. Elsin Zeynalov Rəvan Kərimovla ikisəmlə. Elsin Zeynalov çata biləcəkmi? Zeynalov yerlə zərbə keçmədi. İslama gəldən gəldi. Yayımı bağlayıb 10 saniyə sonra yenidən açıram. Bağlayıb açıram sadəcə. Yayımda qalıb 10 saniyə. Bu həmlədən sonra 10 saniyə biz alacam. Artıq Fəruq Əliyev qapıdadır. Bu arada xatırlatma edək. Vəziyyətmə baş tutdu. Kamil Mahmudov texniki zona yaxınlaşdı. Vüsal İsayev isə oyuncu kimi mübarizə aparır. 10 saniyə. Vüsal çevirdi. Diaqanla doğru ötürmə imkanına çatdı. Elsin Zeynalov. Zeynala mane olmağa bacardılar. Zeynalın ötürməsi. Zərbə imkan verilmir. Murad Hüseynov. Murad topla bir qədər elədi. Rəvan Kərimov. Gerdən edilən bu müdaxilə qayda pozuntusudur. Rəvan Kərimov qaydanı pozmuşdu. Qədər təhlükəli bir nöqtədən standart vəziyyət. Cərimə zərbəsi yerinə yetiriləcək. Hələ ki, qol yoxdur meydanda. Elcan Sarıyev zərbə indirməyə hazırlaşır. Bir qapısının digər qapıya zərbəsini izləyəcək. 2 nəfərdən ibarət canlı səhət var. Elcan Sarıyev. Sarıyev canlı səhəti yara bilmədi. Bu boşda Rəvan Kərimov çevirdi. Ağayev qapısını sığortalama bacarır. Vüsal İsayev araya gedir. Vüsal İsayev ayağını yüksəyə qaldırmışdı Murad Hüseynov. Üzünü tutdu. Sərbəst zərbə. En az 2 toğunuş olmalıdır. İmam Əli. İlkin Vəlizadə. Elcan Sarıyev. Elcan Sarıyev.
Cavid Əliyev. Orada Talib Babayevin təzyiqi vardı. Talib top elə keçirməyi bacardı. Talib. Selcan Sarıyev. Züylə zərbəni dəf edir. Nihat Ağayev. Vüsal. İsayev. Rəvan Kərimov çata bilmədi. Cavid Əliyevlə Sumqayıt həmləsi. Cavid ötürmə. Murad. Və özünü Sibərdən zərbənin qarşısını kəsən Talib Babayev idi. Qapısını sığortalama bacardı. İsayev. Vüsal İsayev. Yaxşı sıyrılmışdı rəqibinə. Amma nəticə hasil olunur. Deyəsən oyun qızışır yavaş-yavaş. Deyəsən yavaş-yavaş temp qalxır artıq. Elcan Sarıyev bir qədər ayaq saxladı. Bir qədər əvvəl zərbə onun üzünə dəymişdi top. Cavid Əliyev. Burada bir qədər sonra Lənkəran ritmini əvəz etmələr başlayacaq. Dəyişikliklər başlanan zaman bunu nəzərinizə çatdıracağım. Cavid Əliyev, Rəvan Kərimov, Rəvan zərbə Sarıyevdən keçidi yoxdur. Elçin Zeynalov. İmam Əli Nağıyevin əlinə dəydi top Rəvan Kərimovun başla zərbəsində. Bu artıq penaltidir. Bakıdan yaxşı bir imkan hesabı açmaq üçün məsələ. Epizodu yaratan oyuncu Rəvan Kərimov zərbəni indirəcək. Elcan Sarıyev qapısında diqqətə görə bu duelonun qalib tərəfi kim olacaq görüşdə tilsim qırılacaq mı? Çox yaxın məsafədir təbii ki. Bu məsafədən zərbəni dəf etmək bir qədər çətindir. İşarə gəldi. Rəvan topun arxasında. Kərimov! Rəvan Kərimov. Zənincə bu qol idi ədalət təmsilçisi. Rəvan dedi. Gol deyildir. Vara baxılacaq. Vara baxıldıqdan sonra qol qeydi alındı. Mən səsləndirdim. Bir qədər ifadəm təsdiqini tapdı. Ola bilər dirəyə dəyib dayananda saçsın. Bakı artıq öndədir. Bakı 1, Sumqayıt 0. Sumqayıt təmsilçisinin rəqibə cavab olacaqmı? Rəvan Kərimovun zərbəsində. Penaltı zərbəsində top qapıdan keçir. Nihat Ağayev. Taban ötürməsi. Bu arada oyuncu dəyişikliyi var Sumqayıt niyyətində. Həmçinin Bakı niyyətində əvəz etmələr var. Hər iki haqqında bəhs edəcəm. Bakıda artıq 77 nömrəli oyuncu Cavid Bayramov meydana daxil olub. Sumqayıtda isə biz kapitanı meydanda görüş bu Nicat Məhərrəmovdur. Amma daha bir əvəz etmə var. Bu da komandanın 4 nömrəli oyuncusu Amil Zəfərov. Əvəz etmələr nə dərəcədə özünü doğruldacaq. Elçin Zeynalov. Yadağa müdaxilə etsə də alınmadı. Talib Babayev. Vüsal İsayev. Vüsal. Qayda pozulub. Nicat Məhərrəmov qaydanı pozulub.
Məsələ zərər çəkən özü topun arxasındadır. Vüsal İsayev. Ötürməsi. Talib Babayev çətinlə də top meydanda saxladı İsayev. Talib. Muradın müdaxiləsi var idi, out. Elçin Zeynalov. Talib'in ötürməsi. Cavid Bayramov. Revan Kərimov. Fəruq Əliyev. Vüsal İsayev. Fəruq Əliyev. Talib. Bir arada ötürməsi. Elçin Zeynalov. Çevirdi. Cavid Bayramov. Talib Babayev. Revan Kərimov. Kərimovun zərbəsi. Nədağayev edən top meydan tərk edir, out. Revan. Vüsal İsayev. Talib ilə oynadı, Babayev. Nizad Məhərəmov təzyiq vardı, Talib. Geriye ötürmə. Fəruq Əliyev. Murad Hüseynov. Abun ötürməsi. Cavid Bayramov. İndirilen zərbə. Yoxdur Şakir. Qabağından deyirsən. Rəfər qapıdan zərbəni işarə edir Elcan Sarıyev. Abil Cəfərov. Elcan Sarıyev. Top etkisi Elçin Zeynalov. Rəqibi cəzalandıra bilər. Rəfam. Bunda ama Kərimov. Bu qapıyı yönəldə bilmir. Asfeklə top qapıdan yan keçir. Sarıyev. Nihat Ağayev. İmam Əli Ağayev. Elcan'la oynadı. Sarıyev. Murad Hüseynov. Sarıyev. Elcan Sarıyev zərbə keçmədi. Bu arada bir dəqiqəlik timeout götürən tərəf Bakı komandasıdır. Oyun bərpa olunur, timeout bitti. Talib Babayev, Cavid Bayramov. Elcan Sarıyev.
Amil Cəfərov çevirdi. Nihat Ağayev yenidən Amil oynamaq olardı. Geri qayıdır. Elcan Sarıyev. Sarıyev özü zərbə endirəcək. Elcan Sarıyev yerlə zərbə keçmədi. Zad Məhərəmov çevirdi. Out. Elcan Sarıyev. Nihat Ağayev. Nihat Aban ötürməsi Amil Cəfərov. Out Bakı'nın. Müsal top bıraktı Talib Babayev. Nihat var karşısını ötürməsi Cavid Bayramov. Orada Cavid Əliyev ara girmişdi. Nicat Məhərəmov və saxladı Ağayev. Qayda pozulub. İsayev qaydanı pozub. Hesab 1-0'dır. Bakı minimal hesabla öndədir. Sumqayıt öndə. Revankarov meydandakı yeganə qolun müəllifidir. Sarıyev. Anar meydana daxil olub Sumqayıt adına Anar Əməzzadə. Sarıyev cəhd etsə də top meydanda saxlaya bilmir. Out. Elçin Zeynalov. Elçin ötürməsi İsayev. Zeynalov. Zeynalov zərbəsində Anarın müdaxiləsi var idi. Yaxətin top oyuna daxil edilməlidir. Anar Əməzzadə. Amil Cəfərova saxladı Amil. Elcan Sarıyev. Bir ötürməsi Nihat. Cavidən top meydan tərk edir. Elcan Sarıyev. Sarıyev topladı. Rəvan təzyiq etmək istəyirdi. İçinə doğru ötürmə Ağayev. Top meydanda saxlaya bilmədi. Out. Fəruq Əliyev. Elçin Zeynalov. Ötürmələrə top müdafiədən çıxarması. Amil qazanma bacardı Cəfərov. Amil Cəfərov zərbə keçmədi. Amil hələ də topladı. Talib Babayev ara girdi. Babayev yayındı rəqibini. Topu daşıdı. Babayev. Babayevin zərbəsi Sarıyev yerindədir. Elcan özü həmləyə qatılır. Sarıyev. Cavidin ötürməsi son müdaxilə Babayevdən. Talib geri qayıtdı. Müdafiənin köməyinə çatır. Nihat Ağayev top meydan tərk etməyib. Elcan. Sarıyevin ötürməsi Cavid Əliyev. Səmti dəyişdi Amil Cəfərov. Amil ötürmə, Anar çevirə bilmədi. Cavid ara girmək istədi, alınmadı. Üsalı Sayev taban ötürməsi yaxşı alındı. Rəvan Kərimov. Rəvan Kərimov. Fəç edən top. Topun istiqamətini dəyişdi. 2-0, 2 cavabsız gol. Bakı artıq 2-0 hesabı ilə öndədir. Bakı 2-0, Sumqayıt 0. İmam Əli Ağayev. Elcan Sarıyev. Sarıyev. Yerlə keçmədi. Babayevin ötürməsi Rəvan Kərimov. Rəvan. Bu səfər alınmır.
Hadi. Stadionda siqaret çəkirlər. Özü çəkirsən. Eko, hazır ol. Out. Yeni gelenlerimiz boş gördük. Yaxşı oynar zaman. Uzun əsas vaxtı bitib. Onda bir qədər dayanmalar olmuşdu. İtirilen vaxt kompensasiya olmuş. Son əmrələrdir, son cəhdlərdir. Vüsal İsayev, Elçinlə oynadı, Zeynalov. Talib Babayev, bir ara ötürməsi. Cavdi Bayramov çevirdi, alınmadı. Korner. Revan Kerimov, Nihat Ağayev. Sarıyev. Nizad Mehramov. Elzam. Bitirdiler. Revan Sarıyev. Dokunuş etmeye bacarır. Keçid yoktu dedi. Bu ilk hissənin son epizodu son cəhd oldu bu əmrələrdə. Ədalət təmsilçilik hissəni bitirir. Bakı fasilə 2-0 hesabı öndə yollanır. Sumqayıt önündə. Belçir Aylınur fasilədən sonra yenidən bir yerdəyik.